Fəsil 2. Kam telefonun texniki təminatı hardware. Deməli yoldaşlar, kam telefonun texniki təminatı hardware. Mövzumuz budur. Biz burada təbii ki, ilk kompüterdən indiki kompüterlərə qədər eyni zamanda kompüterin daxili qurğuları, kompüterlərin xarici qurğuları, yaddaş qurğuları. Ya bu mövzuda bunlarla bağlı maksimum dərəcədə məlumat verməyə çalışacağıq. Gəldik 2.1 başlığına. Elektron hesablama maşınları, onların yaranma tarixi və inkişaf mərhələləri. Elektron hesablama maşını deyilir yollarsa. Niyə belədir? Çünki ilk kompüter və ya ilk kompüterə qədər olan qurğular hamısı sadəcə hesablama əməli yerinə yetirirdi. Yəni kalkulyator da belə deyək. Aydın oldu. Yəni onlara elektron hesablayıcı maşınlar deyirdilər. Sadəcə kalkulyator rejimini icra edirdi. Yəni başqa hər hansısa proqram yerinə yetirsin, nə bilim tutaq ki, hər hansısa əməliyyatı yerinə yetirsin. Belə bir şeylər yox idi. Sadəcə əməliyyat olaraq hesablama əməliyyatı idi. İndi biz elektron hesablama maşınları haqqında biz qısa bir məlumatlara da baxaq. Təbii ki, yenə diqqətlə qulaq asın, biz sizə suallara baxacağıq. Nə deyirlərsə, nəzəri mövzu elə bir şeydir ki, mən burada müəyyən qədər danışacağım, sonra suallara baxacağım və sualları siz cavablandıracaqsınız. Yəni bizim nəzəri mövzularımız bu qaydada olur. İlk hesablama vasitəsi insan əli, barmaqlar, daşlar olur. Bunu tarixən məncə hamımıza məlumdur. İlk hesablama aləti abak olub. Salamin lövhəsi. Abak hansıydı? Gəlin onu mən sizə göstəreyim. Abak yoldaşlar, bu köhnə şey olub, şotka var idi, indi deyirlər. Domino falan oynayanda istifadə olunur. Elə indi də var əslində, köhnə dediyimiz. Aynı Buydu var. bu. Bəli. Yəni buna salamin lövhəsi deyirlər, abak buydu. Müəyyən, onsa bunun uşaqları da alırlar da bilirsiniz. Ki, uşaqlar da hesablama məqsədli öyrənirlər bundan demək olar. Abakdan sonra hesablayıcı olaraq qurğu başqa nə var idi? Cəmləyici maşın var idi. Blaise Pascal tərəfindən yaradılmış. Yoldaşlar, burada illər lazım deyil. Yəni bunlar düşmür. Aydın oldu, illər, əsrlər, belə şeylər düşmür. Sadəcə burada bir siz nə bilməlisiniz siz. Yəni cəmləyici maşın kim tərəfindən hazırlanmışdır? Blaise Pascal. Konkret də yəni. Cəmləyici maşında belə bir qurğu idi. Onu mən sizə çalışıb şəklini göstərəcəm. İndi belə bir qurğu idi. Blaise Pascal tərəfindən hazırlanan belə bir hesablama qurğusuydu da belə deyək. Aydın oldu. Yəni fırlatdıqca hesablama işlərini yerinə yetirməyə çalışırdı. Növbəti mexaniki arifmometr vardı. Hesab əməllərinin yerinə yetirirdi. Toplama, çıxma, vurma, bölmə. Yəni hamısını. Biri var cəmləyici maşın olsun, yalnız toplasın. Bir də var ki, digər əməllərin hamısını icra eləsin. Bu Wilhelm Leibniz tərəfindən yaradılmışdır. O da burada var. O birisi hansıydı? Deməli onu da burada yazacağım. İndi mexaniki arifmometr. Bax belə bir qurğuydu. Aydındır. Fikir versəz belə bir qurğuydu. O da hesab əməllərini yerinə yetirir. Hətta yoldaşlar, bunu yaxınlaşdıranda üzərində rəqəmləri görə bilərsiniz. Charles Babbage. Analitik maşın ideyası. Verilənlərin perfokartlardan daxil olunması və nəticələrin yaddaşda saxlanması. Perfokart bilirsiniz nədir yoldaşlar? Keçmiş bir xarici yaddaş qurğusu. İlk xarici yaddaş qurğusu deyil. Bəli, hətta onu elə deyə bilərik. İlk xarici yaddaş qurğumuz perfokart olub yoldaşlar. Perfokart belə bir şeydir. Belə bir dəlikləri var idi yoldaşlar. Dən gözləyin. Hə, belə bir dəlikləri var idi. O məlumat o dəliklərdə saxlanılırdı. Fikir versiniz, kiçik kvadratlara bölünür. Hansı ki o piksellər olur, belə şəkillərimizdə görüntü saxlamaq üçün. Həmin şeydir. Məlumat o perfokartda saxlanılır. Yadda saxlayın ki, ilk xarici yaddaş qurğusu. Məsələn, müasir dövrdə biz flash kartdan falan istifadə edirik də, məsələn, və ya digər disklərdən və s. Amma burada perfokart idi. İlk proqram... Müəllimdən bir şey soruşa bilərəm. Aha. Şəkillərini yəni
görmək zorundayıq. Yəni Yox, elə ehtiyac yox. şəkilli bir sual ola Şəkil ehtiyac bilər. yoxdur, yox. Bu mövzularla bağlı şəkilli sual yoxdur. Burada elə əzbərsiz kimi yadda saxlayasınız. Sadəcə mən şəkilləri bir sizə göstərirəm. Nə bilim, bir gözünüzün qabağına gətirəsiniz, təxmini biləsiniz ki, belə bir şeydir. Yəni, yoxsa belə vacib deyil. Bu mövzuyla bağlı şəkilli sual yoxdur onsuz. İlk proqramçı Ada Lovelace olub yoldaşlar. Bunun adını biləcəksiniz. Bunun adını biləcəksiniz. Sonra yaddaşla və proqramla idarə olunan universal kompüterlərin yaradılmasının nəzəri əsaslarını bu alimlər qeyd edib. Bunları da sadəcə yadda saxlayacaqsınız. Və Z3 var idi ki, proqramla idarə olunan ikili sayı sistemi əsasında işləyən ilk kompüterin yaradıcısı. Bu da Konrad Zuse olub. Bununla sadəcə adını biləcəksiniz. Aydın oldu. Yəni, bunlar nəzərə olaraq belədir ki, testdə suallar necə düşür? O da bir maraqlıdır. Qulaq asın, yoldaşlar, heç kim dərsdən ayrılmasın. Amma diqqətlə qulaq asın, testlərə də baxacaq. Bu nəzəri mövzu elə bir şeydir ki, yəni, daim bu nəzarətdə saxlamaq lazımdır. Daim nəzarətdə saxlamasanız, onda vəziyyət gərgin olacaq. Deməli, indi sualları görəcəksiniz, necə düşür. Məsələn, bax, burada var elə testdə sual kimi. Bizə deyir ki, ilk cəmləyici maşın kim tərəfindən hazırlanıb? Cəmləyici maşın Blaise kimi? Pascal. Blaise Blaise Pascal. Bəli, Blaise Pascal. Hı hı. Sonra, məsəl üçün, başqa bir sual. İlk kompüter proqramı kim tərəfindən yazılmışdır? İlk Ada proqramçı Lovelace. Ada Lovelace. Bəli, Ada Lovelace. Aydın oldu. Bax, nəzəri belə bir şeydir, yoldaşlar. Nəzəri belə bir şeydir. Onda mənim il, əsr falan düşmürdü ümumiyyətcə. Yox, yox, heç biri yoxdur. Belə demək yoldaşlar. Yadda saxlayın. İldir, əsrlərdir, belə şeylər düşmür. Hı hı. Yəni, davam edir. Diqqətlə qulaq asın. Yenə suallara baxacağız. Sualların cavabını siz deyəcəksiniz. Ona görə diqqətlə qulaq asın. Deməli, yoldaşlar, burada John von Neumann'dır, Goldstein'dir, Barris'dir. Bunlar hesablama maşınlarının yaradılmasının iş prinsipini, arxitekturasını vermişdilər. Əsas da John von Neumann. Bunun ümumiyyətlə yoldaşlar, keçmiş ilk kompüterdən indiki kompüterə qədər yadda saxlayın ki, bizim kompüterlərimiz Neumann prinsipi əsasında işləyir. Və ilk kompüter ENIAC olub. 1946-cı ildə qurulub. Yoldaşlar, ENIAC adı da belə idi. Hətta açılışı da verilib burada. İndi sual verilirsə ki, ilk universal kompüterin adı nə idi? Hansı idi? Cavab ENIAC. Aydındır. Yoldaşlar, ENIAC buydu. Elə otaq boydaydı. Fikir verin. Görün nə boyda kompüterdir. Bax, otaq boyda bir kompüter olub. Yəni, idarə olunub da hamı tərəfindən. Aydın oldu. İndi təsəvvür edin ki, belə bir kompüterdən gəlib notebooklara çıxıb, hətta telefonlara. Niyə telefon deyirəm? Çünki telefonlarımız da fərdi kompüterin növü sayılır. Yadda saxlayın. İlk kompüter. İndi, burada davam edirik. Əsas vacib məqamları mən sizin nəzərinizə çatdırıram. Hesablama texnikasının inkişaf tarixinə əsasən, elektron hesablama maşınları əsasən 4 nəslə bölünür. Təbii ki, yoldaşlar, indi o ilk kompüterdə indiyə qədər müəyyən nəsillər inkişaf edib də burada. Ancaq 5-ci və 6-cı nəsildə artıq günümüzdə var kompüterlər. Ki, süni intellektdir, yəqin ki, bilirsiniz, bu dəqiqə vacib olur. Və ondan da daha geniş olan kompüterlər var ki, müəyyən funksiyalar yerinə yetirir. İndi vacib suallardan biri nədir? Ehemlər nəyə görə element bazı, nəsillərə nəyə görə bölünür? Element bazalarına görə. Bunun özü də bir sualdır. Yenə deyirəm, ehemlər nəsillərə element bazalarına görə bölünür. Bunun özü bir vacib sualdır, yadda saxlayırım. İndi yoldaşlar, gəlin nəsillər haqqında məlumat verək. Mən nəyisə işarə eləyirəm burada. Siz də kitabda qeyd edə bilərsiniz. Yəqin ki, hamıda kitab var da. İndi olmayanlar da buradan qeydiyyat apara bilərsiniz. Düz olsa dərsin kaydı gedir, narahat olmayın. Kaydı göndərəcəm, orada baxacaqsınız. Birinci nəsil, yenə illər lazım deyil. Vacib olan nələrdirsə, onları mən burada işarə eləyəcəm sizin üçün. Qabağına plus işarəsi atacağım. Element bazası, elektron lampa. Bir bunu bilməliyik. Sağda şəklini görə bilərsiniz. Yadınızdasa köhnə televizorlar vardı, arxası böyük olan. Və orada da bu lampadan vardı. O televizorlarda bu lampa hesabını işləyirdi. Xarici yaddaş qurğusu perfokart idi, bayaq göstərdik. Və tətbiq sahəsi
Əsasən riyazi məsələlərin həlli üçün idi. Yəni birinci nəsildə vacib olaraq bunları bilməlisiniz. Aydın oldu. Element bazası, lampa. Gəlin və bunların hamısını soruşacağım ha sizdən. Xarici yaddaş qurğusu, perfokart, tətbiq sahəsi, riyazi məsələlərin həlli üçün nəzərdə tutulur. Keçsi ikinci nəslə. İndi yoldaşlar, təbii ki, nəsillər keçdikcə inkişaf artır da, məlum məsələdir. Yenə element bazası, tranzistor, yarım keçirici diodlar. Bu şəklini görə bilərsiniz. İndi aramızda mühəndislik sahələrində oxuyanlar varsa, təbii ki, siz bunu daha yaxşı bilərsiniz. Bu tranzistor və s. Xarici yaddaş qurğusu maqnit lent idi. Yoldaşlar, lent bizsiz hansıydı? İndi mən sizə göstərəcəm. Yadınızdadsa bu köhnə toy kasetləri vardı. Yəqin ki, evdə olmamış olmaz. Bax bunlardı. Lent kimi olan. Bəli, o lent oydu da yoldaşlar. Maqnit lent budur da bəs. Köhnə toy kasetləri, maqnitofon kasetləri yadınıza düşdü. Elə onların içində Şəkilləri olan qoyurlar, onun bəli, içinə yerləşdirirlər. elə bu lentdən söhbət gedir. Tamam. Bu belə. Sonra qalan burada başqa nəyə biləcəksiniz? Kilis qurğularının təkmilləşdirilməsi artıq burada var idi. Yəni bu nə deməkdir? Kompüterə kənardan qurğular qoşulması, onların əlaqələnməsi və s. Mətin tipli informasiyanın emalı artıq burada var idi. İlk dəfə alqoritmik dillərdən istifadə artıq burada var idi. Xarici qurğularla əsas qurğuların paralel işləməsinin qismən təmin olunması var idi. Qismən deyilir, çünki indi ola bilər ki, aranızda qurğu əlaqələnməsin, yəni kompüterlə. Belə bir şey ola bilər təbii ki. Yəni bir də bu hissənə baxacaqsınız. Bax, nəyə baxacaqsınız, soracaqsınız sizə. Konkret yerləri mən qeyd elədim. Mən dediklərimdən istifadə edin. Üçüncü nəsil. Element bazası, integral sistem və mikroelektronika. İndi bunlarla bağlı testinə qədər suallara baxacaq. Ay yoldaşlar, nə qədər? Xarici yaddaş qurğusu maqnit disk idi. Bu maqnit disk, təbii ki, burada nədən söhbət gedir? Mən sizə deyim, lap o köhnə olan var idi, onu göstərim sizə. Hansı ki, de buydu bax, ilk əvvəllər istifadə olunan. De bu. Maqnit disk, FT'dir. Yoldaşlar, bunun adları da var ümumiyyətlə. De beləydi bax. Bunun bir neçə adı var. Bunun adlarını bilirsiniz nə deyirlər? Disket də deyirlər. Disket, FDD, floppy disk, yəni açılışı da belədir. Floppy disk drive, aydın oldu. Floppy disk, yumuşaq disk, adları çoxdur. İndi buna bağlı geniş məlumat verəcəyik. Bu dərsə ehtiyac yoxdur hələ ki. Növbət dərslərdə inşallah. Sonra burada başqa nəyə biləcəksiniz? Bir də buradan aşağına. Yəni, indi mən bir neçəsinin adını deyim. Aparat və proqram vasitələrinin birgə istifadəsi artıq burada var idi. Əməliyyat sisteminin istifadə üçüncü nəsildə idi. Monitor, klaviatura istifadəsi var idi. Fikir versiniz, əlavə nələrsə gəlib artıq. Yavaş-yavaş. Modul prinsipi var idi. Yəni, yeni funksional bloklar qoşmaqla kompüterin imkanlarını artırmaq. Sonra multiproqram rejim var idi. Eyni vaxtda bir neçə proqramla işləmək. Asenkron dəyişdirilə bilən quruluş, deneymal sistemi və s. Yəni, bunlar üçüncü nəsil aid olan xüsusiyyətlərdir ki, əlavə var idi. Gəldim dördüncü nəsil. Element bazası böyük və çox böyük integral sistem. Bunlara bəzən BIS və CIBIS deyilir. Yəni, baş hərflərinə görə də böyük integral sistem, çox böyük integral sistem. Və yoldaşlar, burada vacib olan nəyi bilmək lazımdır? Burada fərdi kompüterlər yaradılmışdır. Bax, dördüncü nəsil üçün vacib olan xüsusiyyətlərdən biri də budur. Yəni, fərdi kompüter harada yaradılıb? Dördüncü nəsildə. Amma desəydi ki, məsələn, monitor, klaviatura istifadəsi haradaydı? Bu üçdə. Əməliyyat sistemi istifadəsi üçdə. Məsələn, desəydi ki, ilk dəfə alqoritmik dillərdən istifadə ikinci nəsildə. Mətin tipli informasiya. Yəni, belə tipli suallar var. Bildiniz nə demək istəyirəm? Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş nə deyiyorlar? RAM deyirik biz buna. Random Access Memory. İzahat verəcəm sizə. Bu maqnit nüvələrində qurulurdu. Əvvəlki nəsil nə deməkdir? Yəni 1, 2, 3-cü nəsildə. Amma 4-cü nəsildə integral sistem üzərində qurulur.
qurulur əməli yaddaş. Əməli yaddaş budur. Gəlin burada yazaq göstərək. Və budur, RAM. Fikir versiniz yerləşdirilir ana plataya. Yəni RAM budur. Yoldaşlar, bunun işi bizdən ibarətdir. İnformasiya müvəqqəti saxlayır. Kompüter sönəndə əməli yaddaşda olan informasiya silinir. RAM informasiya. Elə bir ki, RAM bilsiniz nədir? Bu dəqiqə ekranda saxlanılan fayllar, PDF hazırda. Yəni, əgər kompüter açıqdırsa, deməli RAM aktivdir. Bunu yadda saxlayın. Bildiniz. Sonra 5-ci nəsil konkret. 5-ci nəsil süni intellekt əsaslanır. 6-cı nəsil neyrokompüterlərin yaradılmasına əsaslanır. Bunları burada bilsəz bəs edir. Ehtiyac yoxdur bütün hamısını oxumağa. Əsas yerləri bilmək lazımdır. Aydın oldu yoldaşlar. Bunlar belə. İndi gəlin belə eləyək. Bu oldu 2.1. Keçək testə. Mən nömrələri deyəcəm, siz cavabları qeyd edin. 10-cu sual. Cavab nə olacaq? Elektron Yox, ikinci nəsildəyir. Elektron lampalar Yarım birincide, keçirciler. yarım keçirciler da yeni tranzistorlar. Bəli. Yarım keçirciler. Lampa birinci nəsil. Biz səntisi biz. 4-cü nəsil. İntegral sistem 3. 3 A'da 1'di. 12-ci sual. İlk əməliyyat sistemi. Əməliyyat sistemi hansı nəsildəydi? Bəli. İkinci nəsildə. 3-də. Üçüncü. Üç. Nesilde. 3'teydi. Bəli. Sonra 5-ci sual. İlk universal kompüter. ENIAC. ENIAC idi. En yakın. Bəli. Elə 6-cı sual. Birinci nəsil ləhimlərin element bazası nə idi yoldaşlar? Elektron lampalar. Elektron lampalar. Elektron lampalar. Bəli. Sonra analitik maşın ideyası 7-ci sual. Kimin fikri idi? Analitik maşın. Neyman? Neyman Yok. değildi. Charles. Babbage. Charles Charles Babbage. Babbage. Bəli, Charles Babbage. Onun ideyasıydı. 8-ci sual. Alqoritmik dillərdən istifadə. Üçüncü nesil. 2. İkinci nesil. 9-cu sual. 4-cü nəsil element bazası. Qəbul sualıdır və bunu özü. Bir Element çift. yarım- Böyük D integral. variantı. D variantı, bəli. Böyük D doğru inteqrasiyon, da. çox böyük inteqrasiyon. Bildiniz yoldaşlar. Budur, nəzəri budur. Nəzərini daim təkrarlamaq lazımdır. Çünki daim təkrarlamayanda bunlar yaddan çıxa bilir ki, və bu bizim üçün də problem yarada bilər. 22-ci sual. Element bazasına göre. Bəli, element bazasına görə bu. 28-ci sual. İkinci nəsildən üçüncü nəsilə keçid nəyinə olur? Fərdi kompüterlərin yaranması. Y variantı. Yo yo. Bu dördüncü nəsildə yoldaşlar. 2-dən 3-ə deyir. Allah. Hə, Yarım ikiden üçe keçircilerin tranzistorlarla. Transistorun böyük integrasiyonu. D variantı. İntegrasiya. Bay yoldaşlar, B bəndidir. Elektron Tranzistorun lampalar. integral İntegral sistemi. sistemle. Tranzistor ikinci nəsildə integral sistemi üst. Lampanın bu 1-2'dir. Bu da 2-4'tür. Elə şey ola bilər sizcə. Böyük integral sistem 4-cü nəsildir. Magnet lent neçənci nəsildə idi? İkinci 29-cu nesildə. sual. İkinci nesilde. Üçdə. Yo, 2-dədir. İkinci nesil. Bəs İkidədir. magnet disk. Hə, maqnit disk idi o. Üçüncü Disk nesil. 3'də idi, bəli. Lent 2'də idi, disk 3'də idi. Yadda saxlayaq. Nə qədər suallara baxdıq demək olar. Əla. Sualın Davam yarısı getdi. edirik. Necə? Sualın yarısı getdi. Demək olar ki, elədir. Hələ baxmadığımız nə qədər sual var, yoldaşlar. EM-lərin təyinatı, ölçüsü və imkanları. Arxitektura var. Bir də struktur anlayışı. Kompüterin strukturu deyəndə onun tərkib hissələri, əsas və əlavə qurğuları, yaddaş qurğuları və s. Onlar arasında əlaqədir. Arxitektura deyəndə isə bu tərkib hissələrinin öz aralarında necə əlaqələndirilməsidir. Yəni, məsələn, əsas qurğuların öz aralarında necə əlaqələndirilməsi və ya yaddaş qurğularının öz aralarında necə əlaqələndirilməsi bu mənadır.
İndi yoldaşlar arxitekturanın sxeması var ki ona baxacağıq inşallah. Bunları burada ləçə yadda saxlayırıq. Davam edək. Gəldik. Kompüterlər Neyman arxitekturası əsasında işləyir. Və Neymanın yoldaşlar 4 dənə prinsipi var. Mən burada əsas vacibləri qeyd edəcəm, biləcəksiniz. Kompüter proqramla idarə olunan avtomatdır. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş bir ölçülü və xəttidir. Bunu da yadda saxlayırıq. Əmrlərlə verilənlər arasında aşağı şəkildə heç bir fərq yoxdur. Yəni əmrlərə verilənlər üçün baxmaq olar. Verilənlərin təyin edilməsi aparat yox, proqram səviyyəsində aparılır. Aydın oldu. Bu qeyd elədiklərim çox vacibdir. Yenə deyirəm, kompüter proqramla Müəllim, idarə olunur. vaxtınız xeyir. Bir şey deyə bilərəm. Bəli. Mən biraz işim var, yəni çıxmaq məcburiyyətindəyəm. Bu videonu atacaqsınız qrupa, yəni. Bəli, sizin- əlbəttə. Bizə ümumiyyətlə hər dərs videoya izah olunur. Narahat olmayın, göndəriləcək. Çox sağ olun. Aha, oldu, çox sağ olun. Buyurun. Kompüter proqramla idarə olunan avtomatdır. İndi yoldaşlar, bununla bağlı sual göstərəcəm sizə maraqlı. Kompüter proqramla idarə olunan avtomatdır. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Əmrlərlə verilənlər arasında fərq yoxdur. Verilənlər aparat yox, proqram səviyyəsində aparılır. Aydın oldu. Burada bir çaşdırıcı məqam nədir? Ardıcıl bu yerinə paralel yaza bilər. Və ya aparat bunun yerinə proqram bunun yerinə aparat yaza bilər. Yəni çaşdırıcı məqsədli bu ola bilər. Aydın oldu. Ki var, elə bir sualda var. Elə bir sual var. Onu mən sizə elə belə demədim. Və indi mən o sualı sizə göstərməyə çalışacağım. Mən o sualı sizə göstərməyə çalışacağım. Bax 45-ci sual var burada. Bir dənə baxın. Cavabları da qeyd. Yoldaşlar, cavabları elə chat bölməsinə yazın istəyirsiniz. 45-ci suala baxın. Görün cavab nə olacaq. Cəld olun biraz. Ha, paralel ardıcıl değil 3-4 arasında biraz fark var. Necə? Hələ 1 3 7. 1. Yo. 1-4 dedi cavab. Ay 1-4-5 yoldaşlar, biraz getdi. diqqətli olun. 1, 4, 5, 7. Dedi orada E cavab. variantı. 3 de paralel değil. Ardıcıl. Bax, 1 düzdür. Aha. 3 paralel ola bilməz. Ardıcıl olmalıdır. Ardıcıl. Bax, görürsünüz nə tərs səhv Hı gedir. -hı. 5 düzdür. Əmrlərlə 6 verilən- aparat yox. Hı -hı. Proqram Proqram səviyyəsində. 1 4 Bildiniz. 5 Bax, biraz diqqətli olaq. Fikir versiniz vacib məqamlar var ki, onları fərqləndirmək üçün. Davam edək. Gələ yenə testlərə baxacağıq. Bunları bitirək. Bax, kompüterin arxitekturası var. Yoldaşlar, bu sxemanı hamımız öyrənməliyik, mütləq. Kompüterin arxitekturası 3 yerə bölünür. Hesablama və məntiqi imkanlar, aparat vasitələri, proqram vasitələri. Hesablama və məntiqi imkanlara əmrlər sistemi, verilənlərin formatı, işləmə sürəti aiddir. Aparat vasitələrinə struktur, yaddaş, giriş, çıxış, idarə etmə. Əslində yadda saxlamaq var məntiqlə. Yəni aparat nə ola bilər? Kompüterin strukturu, yaddaş qruqları, giriş, çıxış qruqları, idarə etmə. Proqramda elə proqram sözləri var. Bir də əməliyyat sistemi. Əməliyyat sistemi proqramda ümumiyyətlə. Bunları görə yadda saxlaya bilərsiniz. Aparat bunlar verilənlərdəki, yəni hesablama və məntiqi imkanlardakı bunlardır. Buna bağlı suallar var. İndi baxacağıq. Neyman arxitekturalı hər bir kompüter 2 hissədən ibarətdir. Mərkəzi və periferi hissə. Onun da sxeması var burada. Mərkəzi hissə budur. Periferi hissəsi aşağıdadır. Hətta yoldaşlar, ortada bir sistemin interfeysi var. Bu nə üçündür? Mərkəzi ilə periferi hissəsini əlaqələndirən vasitədir. Aydın oldu. Yadda saxlayın. İndi gəlin suallara baxaq. 31-ci sual. İndi dedik, bu dəqiqə. Qəbul sualına düşüb özüm. Aha, bəli. Y variantı. 31-dən olacaq yoldaşlar. Y.
Bəli, de Qeyd burada edə müəllim. mərkəzi periferiya. Mərkəzi periferiya. 39. Sistemin interfeysi nə var sizcə? D variantı. Kontrol. Kompüterin qurğularının qarşılıqlı əlaqəsi bəli. Bəli, D variantı. Yəni yoldaşlar, onsuz da elədir. Biz siz niyə? Çünki bir dənə baxın görəcəksiniz. Daxili qurğular buradadır, mərkəzdə. Xarici qurğular da periferiyadadır. Yəni bunları əlaqələndirmək üçün də. Sonra 46-cı sual. Qırxaltıda cavab nə olar sizcə? Əmrlər Arxitektur, o sistemi bayaq sistem vardı, yaşıl sistem. Ora aiddir. 1, 3, 1, 4, Proqramlaşdırma dilləri 5. hə də 1, 3, 4. Nə sənədiniz? Ama 1, ben 4. Aha. Deməli yoldaşlar. Bayo, proqram vasitələrinə deyirsə, proqram hansıdır? Əməliyyat sistemi, bir də proqramlaşdırma. 3-5. Baboydu, babu Aa. yaşıl, de budur, yaşıl sistem. Babu. Proqram vasitələrinə baxın bir dənə. Əməliyyat sistemi, bir də proqram sözləri var. Aydın oldu. Burada 1 ilə 4 C-yə aiddir. De bu hesablama və məntiq imkanlara. Nə qaldı? 2 ilə də 6 bunlara aid aparatı. Sonra, aha, buna da baxaq. 49-cu sual. ...49 yoldaşlar. D. Aid değildir. D variantı. C. C, Yo, C variantı var idi axı. Heç bir fərqi yoxdur. Düzdür. D variantı. O var idi. Dadaş. D. 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 Bəli. Bax yoldaşlar. Kompüter proqramına idarə olunur. yalnız əmrlər daxil etməklə. Bəli, əmrlərlə verilənlər arasında aşağı şəkildə fərq yoxdur. Bu var idi, elə C. Bəli, yalnız əmrlər daxil etməklə o səhvdir. Başa düşdünüz dəqiq. Bəli, Bir də, bəli. bir də belə bir şey deyim yoldaşlar. Yəni, yəqin ki, nəzəri mövzunu gördüyünüz hansı formatda düşür. Burada düzdür, mən başa düşürəm. Kimlərsə üçün çətin gələ bilər ki, bu qədər şey öyrənmək, nə bilim, bu sxema, bu yazılar, bunun növləri və s. Amma təbii ki, biz əlimizdən gələn qədər eləyəcəyik ki, bunlar yadda qalsın. Bunun yadda qalması üçün də müəyyən bir təkrarlayıcı nəsə göndərəcəm mən sizə qrupa. Elə hər gün hətta. Amma təbii ki, siz də oxumalısınız. Çünki burada müəyyən qədər mənim üzərimə yük düşürsə, müəyyən qədər də sizin üzərinizə düşür. Deməli, sistem interfeysi mərkəzi ilə periferiya sistemi əlaqələndirən vasitədir, düzdür. Mərkəzi hissəyə aiddir mikroprosesor, daxili yaddaş qurğusu. Mikroprosesor nə deyirlər? Qısa formada belə yazılır. CPU. Bax, onu göstərim mən sizə. Kompüterin beynidir. Yəni, kompüterin beyni nə deməkdir? Budur, bax. Kiçik bir qurğudur. Kompüterin beyni o demək ki, yəni bütün əməliyyatları idarə edir. Aydın oldu. Bütün əməliyyatları idarə edir və bu iki yerə bölünür. İdarə etmə və hesab məntiq qurğusu. Daxili yaddaş qurğusu. Intel'dir, Ryzen'dir. Hansına ait? Ha, onlar prosesorun növləridir, deyirəm ki, modelləridir. Yox, heç bir prosesorun deyil onlar. Sadəcə modellərdir, növlərdir. Daxili yaddaş qurğusu. Daxili yaddaş qurğusu icra olunan proqramların verilənlərin saxlanması üçündür. Və bura aiddir əməli yaddaş RAM. Bunu yadımızda bayaq dedik, Random Access Memory. Yoldaşlar, RAM informasiya müvəqqəti saxlayır. Bax, sizə dediyim kimi, əgər kompüter açıqdırsa, o demək ki, RAM aktivdir. Mən shutdown edib kompüteri söndürsəm, RAM-da olan informasiya silinir. Daimi yaddaş ROM. ROM-un açılışı nədir?
Read-only memory. Yəni yalnız oxuna bilən yaddaş. ROM-da olan informasiyanı biz dəyişə bilmərik, yadda saxlayın. Yalnız oxuya bilərsiniz. Düzdür, ROM-u yenidən proqramlaşdıra bilərik. O başqa məsələ. Amma istifadəçi orada olan hər hansısa məlumatı silib dəyişə bilmir. Şu yoldaşlar, ROM-da bilsiniz nə yerləşir? Kompüterin idarə olunma proqramı. Əsasən. Biz ona nə deyirik? BIOS. Belə bir proqramdır. BIOS-un açılışı da var. Basic Input Output System. Yəni bunun işi nədən ibarətdir yoldaşlar? Kompüterin qurğuları testdən keçirilir. Əməliyyat sisteminin yüklənməsini icra eləyir. Yəni BIOS-un işi bunlardan ibarətdir. Və giriş-çıxış qurğuları nəzarət edir. Giriş-çıxış qurğularını belə deyək də əsas nəzarət edən proqramlardan biridir. ROM-da yerləşir. BIOS-un özü. Özü bir proqramdır. Sistem interfeysi nədir dedik? Mərkəzi ilə periferiya sistemini əlaqələndirən vasitədir. Sonra gəlin periferiya hissəyə. Xarici yaddaş qurğuları. Nə iş görür? İnformasiyanı uzun müddət yadda saxlayır. Biz niyə uzun müddət deyirik? Flash kart, disklər, bunlar da yoldaşlar. Aydın oldu. İdarə pultu ölçüləri böyük olan kompüterlərlə işləmək üçündür. Yadda saxlayın. Daxil etmə, xaric etmə qurğuları isə daxil etməyə giriş, xaric etməyə çıxış qurğuları deyirik. Aydın oldu. Giriş qurğuları, məsəl üçün nəyi misal göstərə bilərik? Tutaq ki, klaviatura, informasiyanı daxil edən qurğudur. Aydın oldu. Çıxış, məsələn, printer, hər hansı kağızı çap edir. Yaxşı yoldaşlar. Bunlar bu qayda adlandıra bilərik. Hətta bunlarla bağlı burada məlumatlar hamısı qeyd olunur. Hamısı. Daxil etmə, xaric etmə qurğuları burada qeyd olunur. Hansılar giriş, hansılar çıxış qurğulardır. İdarə pultunu dedik, sistem interfeysini dedik. Bunlar belə. Hətta yoldaşlar, yadda saxlayın ki, xarici yaddaş qurğuları iki yerə bölünür. Birbaşa müraciətli, ardıcıl müraciətli. Ardıcıl müraciətli maqnit lentdir, kasetlərdə olan bildiyimiz. Birbaşa amma isə sərt disk, flash kart, optik disk bu qayda. Biz nəyə görə ardıcıl deyilir? Birbaşa. Birbaşa olur ki, yəni sən faylı atdın, getdi də o. Haradasa bir yerdə saxlanılır. Amma lentdə elə deyil də, yoldaşlar, toy kasetdə elə deyil. Yadımızda sonra lentdə məlumatlar ardıcıl yerləşir. Amma digərlərində biz ardıcıl yerləşdirməyə bilərik. Yəni, bu mümkündür. Bu da oldu 2.2 başlığı. Gəlin burayla bağlı da bir neçə suallara baxaq. Məsələn, 51. Nə olar sizcə? İkidir. 4'tür. Bəli. Bay yoldaşlar, 3 dən 4 var idi, 1-ə 2. 2 də xarici yaddaş qurğusu da flash kart. Qalanları mərkəzi hissəyə aiddir. Aha, ye bəndə. De bu da var. Flash kart xarici yaddaş qurğusunun içindədir. İdarə etmə pultu var, daxil etmə, xaric etmə qurğuları da var idi. Yəni burada yazılmış adlar. O Neyman deyəndə müəllim bu ancaq bu cədvəli nəzərdə tutmalıyıq da onda. Yox, indi bəlkə bunda soruşa bilər bu Neyman prinsipləridir, bu 4 dənə. Yo, onu bildim. Yəni əsas 2 deyən bu Neymana aid sual buradan düşür də, yəni bu cədvəl bir də bu o biri cədvəl, mərkəzi hissə bir də periferi hissə. Yox, əsas bu da elə Neymanın o 2 yerə bölünməyə, mərkəzi, periferi. O birisi yox. Hə, bildim. Bu ümumiyyətlə bütün komitələrə aid o heç. Davam eləyək. Sonra nə dedik biz? Ay yoldaşlar, burada belə bir şey var. Burada bizə deyir ki, 57-ci sual. Kompüterlərin düzgün işləməsini yoxlayan proqramlar hansı yaddaşda yerləşir? ROM-da. Bilirsiniz niyə? Çünki BIOS, ona görə. sağ ol, bayaq dedik, bu BIOS-da. Yadda saxlayın ki, BIOS-un işi kompüterin qurğularını testdən keçirməkdir. Sonra əməliyyat sistemini yükləmək və geri çıxış qurğularını nəzarət etmək. Halim 67'də cavab nədir? Diskət 1,44 megabayt. Buna nə deməmişik yoldaşlar, deyəcəyik inşallah. Onu deməmişik hələ, deyəcəyik. Sonra
Əməli yaddaşın təyinatı 73. Ha, B değil. B. B variantı. Buyur, buyur. Bəli. Vallahi. Aktiv proqram və verilənlərin müvəqqəti saxlanması. Yola salın. Əməli yaddaş burada müvəqqəti saxlanır. Kompüter sönəndə silinir. Bildiniz. 76. Perifer hissəsi. Bayaqçı o sistemdir. 2, 4. 1, 3, 5. Xarici yaddaş 1-3-5'ti ya. 1, 3, 5. Deməli, hansılar dediniz? 1, 3, 5. 1-3-5. Daxil etmə, xaric etmə, xarici yaddaş və idarə pultu. Bəli. O da biliriz hansıdır, bunlar da. Bu sistemdən söhbət gedir. Davam edək. Gəldik yoldaşlar 2.3 başlığına. Deməli, kompüterlərin təsnifatı və əsas xarakteristikaları. Kompüterləri yarandığı dövrdən bu günə qədər müxtəlif əlamətlərə görə təsnif etmişlər. Təbii ki də. İşləmə prinsipi, yaranma tarifi, element bazası, təyinatı, ölçüləri və s. Deməli yoldaşlar, bunu da deyib yekunlaşdıracaq, bu 2.3-də deyib. İşləmə prinsipinə görə hesablama maşınları 3 böyük sinifə ayrılır. Analog hesablama maşınları, rəqəm hesablama maşınları və hibrid hesablama maşınları. Yadda saxlayın. Elə adlarını bilsəz bəs edir. Yaranma tarixi element bazalarına görə nəsillər idi. Bu yəqin ki bildiniz. Təyinatına görə 3 yerə bölünür. Universal, ümumi təyinatlı, problem yönlü və ixtisaslaşdırılmış. Universal ümumi təyinatlı deyəndə ki, bunlar təbii ki, müxtəlif məsələlərin həlli üçün nəzərə tutulmuşdur. Hansı ki, riyazi, iqtisadi, mühəndis, texnik və s. sahələrdə istifadə oluna bilər. Problem yönlü, daha məhdud sahədə istifadə olunur. Məsələn, hər hansısa bir zavodun idarə olunması, orada informasiyanın qruplaşdırılması. Bəli, yəni, bilirsiniz yoldaşlar, hər yerdə istifadə olunan deyil, yəni bu mənada. İxtisaslaşdırılmış, bu da xüsusi məsələlərin həlli üçün nəzərə tutulur. Hansı ki, robototexnika, aviasiya, maşın qarma, xüsusi təyinatlı yerlərdə istifadə olunan kompüterlər, bunlar aydın oldu. Yadda saxlayın, bu da üç yerə bölündü təyinatına görə. Uyğunluğuna görə də təsnif olunur. Aparat uyğunluğu, əməliyyat sistemi səviyyəsinə uyğunluq, proqram uyğunluğu və verilənlər səviyyəsinə uyğun. Aydın oldu. Bunların təsnifatını yadda saxlayırıq. Aparat, əməliyyat sistemi, proqram və verilənlər. Qabarət ölçüsü və məhsullarlığına görə kompüterlər təsnif olunur, 5 yerə bölünür. Bunlar hansılardır? Superkompüterlər, bunlara çox böyük kompüterlər deyil, EHM-lər deyirlər. Bunlar yoldaşlar, yazıb NASA-da falan istifadə olunur, yəni böyük ölçülü kompüterlərdir. Sonra böyük kompüterlər, bunlara mainframe-lər deyirik. Yadda saxlayın. Böyük bir şirkətlərdə falan istifadə olunurlar. Orta kompüterlər, kiçik mini kompüterlər və mikro kompüterlər. Bunlar haqqında məlumata ehtiyac yoxdur. Adların bilsəz bəs eləyir. Yaxşı. Adların bilsəz ki, hansılar qabartı ölçüsü və məhsullarına görə təsnif olunur, onlar bunlardır. Yaxşı mı? Deməli dediyi hansılar oldu? Bir də başdan keçək. Super, böyük, orta, mini, mikro. Yadda saxlayın, fərdi kompüterlərin yaradılması mikro kompüterlərə aiddir. Yəni, hansı ki, bizim istifadə etdiyimiz kompüterlər var, fərqi yoxdur, storage, notebook və s. Bunların hamısı mikro kompüterlər sinifinə aiddir. Və kompüterin əsas xarakteristikaları gəlir. Yoldaşlar, kompüterin əsas xarakteristikaları hansılardır? İşləmə sürəti, məhsuldarlıq, yaddaş tutumu, hesablama dəqiqliyi, əmrlər sistemi, kompüterin qiyməti və iş etibarlılığı. Deməli, işləmə sürəti prosesorun vahid zamanda yerinə yetirə bildiyi sadə əməliyyatların sayı ilə müəyyən olunur. Niyə prosesorun? Çünki yoldaşlar, əgər fikir verdinizsə, bayaq dedik ki, prosesor kompüterin beynidir. CPU, göstərdim də sizə.
Kompüterin beyni nə demək? Yəni sən kompüterdə hər saniyədə gördüyün o işlər var ha. Bu elə işləmə sürətidir də bu. Prosesordan asılıdır. Yəni prosesorun hər saniyədə yerinə yetirdiyi əməliyyatlar kompüterin işləmə sürətidir. Məhsuldarlıq. Vahid zamanda kompüterdə emal olunan məsələlərin orta sayı ilə müəyyən olunur. Bunu yoldaşlar, məhsuldarlıq nə deməkdir? Yəni nə qədər ki əməliyyat yerinə yetirə bilir, onların sayı ilə müəyyən olunur da bildiniz. Yəni keyfiyyətdir də məhsuldarlıq. Yaddaş tutumu nə deməkdir? Həcm. Təbii ki, sən nə qədər məlumat saxlaya bilirsənsə, yəni maksimum hədd ilə müəyyən olunur. İnformasiyanın maksimum həddi ilə müəyyən olunur. Bu da belə. Sonra növbəti hesablama dəqiqliyi. İnformasiya emalı zamanı istifadə olunan ədədlərin mərtəbə sayı ilə müəyyən olunur. Və bunlar çox zaman 32-64 mərtəbəli Mən bitdi olmalardır. bunlar. 32 bit, 64 Ay, bit. sağ ol. 32 bit, 64 bit bunlar. Nə deyirlər? Bu xüsusiyyətlərin çoxunu siz orada görə bilərsiniz. Bu elektronika mağazaları var ya, İrşad, Kontakton, Baku Electronics. Bu adi kompüterlər alanda onun yanında kağız olur. Görürsünüz, məlumatlar yerləşdirilir. Bunların əksəriyyətini orada görə bilərsiniz. Əmrlər sistemi. Yəni ikilik kodlardır. Bunlar məlum məsələdə 32-64. Əmrlər sistemi prosesorun yerinə yetirə bildiyi əmrlər toplusudur. Bunların iki forması var. KISK və RISK arxitekturaları var. Yoldaşlar, KISK arxitekturası genişləndirilmiş prosesorlar üçündür. Hansı ki, daha çox əməliyyat yerinə yetirir. Amma RISK yazıb ki, sadə və tez-tez əmrlər. Yəni, belə sürücü onda daha az əməliyyat yerinə yetirir də bu. Yəni, sadə və tez-tez istifadə olunur. İxtisarlaşdırılmış, belə deyək. İndi burada bu KISK var. Buna yaza bilərik genişləndirilmiş ki, bunu yazsaz yaxşı olar. Burada qeyd olunmuyor. Risk isə ixtisarlaşdırılmış. Bunu yazıb qeyd edersəz yaxşı olacaq. Yazıb qeyd edersəz yaxşı olacaq inşallah. Kompüterin qiyməti. Qiyməti nədə nasıl ola bilər yoldaşlar? Sizcə qiyməti nədə nasıl ola bilər? İşləmə sürətidir, yaddaş tutumudur, əmrlər sistemidir və s. Elə bu danışdıqlarımız da onsuz. Yəni qiymət başqa nədir nasıl? Belə bildiyimiz qiymətdir. Və Kompüterin yoldaşlar, açılması müəllim, qiymətə daxildir. Kompüterin də söndürüb açılması və s. yox, yəni nə əlaqə? O mənada demir də bu. Yəni demək istəyir ki, nə qədər məlumat saxlaya bilir, nə qədər tutumu var, nə bilim, nə qədər tutaq ki, filan əməliyyatları yerinə yetirə bilir. Aydın oldu. Bəli, bəli. Bu da belə. Yazıb ki, müəyyən şərtlər daxilində iş etibarlığı nədir? Müəyyən şərtlər daxilində və müəyyən vaxt ərzində öz xassələrini saxlama qabiliyyəti. İli yoldaşlar, sizə bir söz deyim. Buna bir zəmanət də deyə bilərik məncə. Bildiyimiz zəmanət. Yəni müəyyən şərt daxilində, müəyyən vaxt ərzində öz xassələrini saxlama. Sən götürüb yerə vursan o sizə. Düzdürmü? Zəmanətdə sənə deyir. Deyir ki, 14 gün ərzində qaytara bilərsən. Özünüz bilirsiniz də. Ya da ki, o ala bilərsən ki, qızıl zəmanət. iPhone-lara verilir əsasən. Ki da bir il ərzində tutarsan, yıxıldın, nə bilim, telefon düşdü yerə, nəsə oldu, onda düzəliş edirlər də, bildiniz. Müəyyən şərt daxili və müəyyən vaxt ərzində öz xassələrini saxlama qabiliyyəti. Bu da oldu 2.3 başlığı. Yoldaşlar, bura qədər öyrənəcəksiniz evdə. Qalanların gələn dəfə deyəcəyik. Yəni, bu mövzu biraz böyük mövzudur. Mən bunu 3 yerə bölmüşəm. Ki, daha belə deyim də, daha effektivli və daha keyfiyyətli formada baxaq. Aydın oldu. Amma dediklərimizlə bağlı sualları yenə baxaq. Çünki demədiyimiz məqamlar, bəlkə də demədiyimiz deyəndəki, daha doğrusu dediklərimizlə bağlı suallara baxaq. Məsələn, 52. Sonra keçərik sayısı. 52. Cavab nə olacaq? Elə indi dedik, onlarla bağlı danışırıq. Dörd, dörd, 7. B'di cavab. 2, 3, 4. Bəli, qiymətli əmrlər sistemi, yaddaş tutumu doğrudur, iş etibarlığı. Möhtəşəm. İşləmə qabiliyyəti yoldaşlar. İşləmə sürəti olsa ola bilərdi. Qabiliyyət printerə aiddir. Ölçü ilə serialli qabiliyyəti də monitora aid olmaq istəyir. Bunları inşallah növbət dərslərdə deyəcəyik. 48-ci sual.
48. Y değil. Ne değil? Y. Cevap Y deməli. C. Yo, diğer Değil. ait değil, abi, ait değil. C. Y var idi axı. C C variantı. C Kiçik variantı. gərginliyi proqramlaşdırma imkanları. Bəli, biz belə bir şey demədik axı yoldaşlar. Aid olmayan deyirdi. Yaxşı, gəlin bu 53-ə də baxaq gəlmişsən. Birinci nəslə nə aid olacaq? Grafa kartı. Bəli, D. Başqa var nəsə aid olan? Yox. 2. Nəşrə, Yarım kesirsin. Yarım keçirici. üçüncüyə maqnit diski, Maqnit disk. Başqa yenə var məncə. Modul printer. Modul print. Modul print. Modulda buna. Bəli. Fərdi kompüterdə 4-cü nəsildə. Aydın oldu. Bu da belə. Dərslərdə maksimum aktivliyi saxlamalıyıq. Ona görə görürsünüz, heç bir sualı cavablandırmıram. Sizdən soruşuram. İndi müəyyən bir yeri mən danışanda yoldaşlar, müəyyən birini siz deməlisiniz. 50-ci sual. Bir düzdürmü? Bəli. Bəli. Hansılar oldu? Kimsə deyə bilər? ehemlər. Yox, bildik. Təyinatdan görə 3 yerə bölündü. Onlar hansılar idi, onu soruşuram. Yada qalmadı, yoldaşlar. Ümumi təyinatlı. Sonra? Daha bunlar idi. Ümumi təyinatlı, yəni universal, problem yönlü, ixtisaslaşdırılmış. Deməli, bir düz. Mini kompüterlərə mainframe deyirik. Düzdür bu. Səhvdir müəllim. Kompüterlər idi axı. O böyük Böyük kompüter idi. kompüter. Böyük. Bəli. Səhvdir. 2 səhvdir. 3. Doğrudur. Ben Səhvdir, səhvdir. 3 doğrudur. Yalnız analog rəqəmi deyil, axı, hibrid də var idi. Səhv. Səhv. 4-cü. Ama tarafı element var. Dördüncü düzdür. Doğrudur müəllim. Bəs 5-ci. Kıvarı O da doğrudur. Doğrudur. Bəli, bu da doğru diyorlar. 4 yerim. Cavab 1, 4, 5. Benim Bəli. Tam aydın oldu hər kəsə. Yəqin ki, bildinizdə nəzərdə necə düşür. Bu da oldu bizim nəzəri mövzumuzdan bir, nə bilim, görüntü mü deyim, dərs mi deyim, axır ki. Bəli, bundan başqa nəzəri mövzularımız yoxdur yəqin. Yo, var. Elə ən çox nəzəri deyil, Allah sürbəs. Qəbuldan çox nəzəri düşəcək, hesablama azdır. Hesablama uzaq başı 6-7 sual olacaq. Yəni, mən sizə bir söz deyim. Bu nəzəri mövzuna görə qorxmaq lazım deyil. Orada fərqli bir şey var idi ki, bəyəm. Dediklərimizlə bağlı suallara da baxdıq da. Sadəcə öyrənmək qalır bir dənə geriyə. İndi öyrənmək üçün mən dediyim kimi, nə lazımdırsa mən özüm əlimdən gələni eləyəcəm. Amma siz də qarşılıqlı olaraq belə deyək ki, getməliyik. Yoldaşlar, bir şey yadda saxlayın ki, sonda nəticə almaq üçün söhbət bu magistratura hazırlığından getmir. Ha. Adi iş həyatı da belədir. Sən sonda nəticə almaq üçün müəyyən bir əziyyət çəkməlisən. Mən birdən-birə gəlib bunları öyrənməmişəm ki. İnsan birdən-birə müəllim olmur ki. Bəs bunun üçün müəyyən əziyyət lazımdır. Sən əziyyət çəkməlisən, oxumalısan, müəyyən testləri işləməlisən. Bəs sən sabah bürsün, bu dəqiqə 25 nəfər qoşulmuşsunuz. Yəni, bir müəllim 25 nəfəri idarə eləmək bilsiniz nə deməkdir? Bu da asan məsələ deyil axı. Bəs bunun gerisində siz elə bilirsiniz ki, ailə örgə nədir? Mən elə doğulandan bəri müəllim işləmişəm. Elə şey ola bilər sizcə? Hə? Elə şey ola bilər. Çox mümkün deyil. Yəqin ki, aramızda müəllimlik oxuyanlar da var, deyil mi? Bilərsiniz. Bu asan məsələ deyil. Müəllimliyin özü belə bir çətin peşədir. Aydın oldu nə demək istəyirəm? Ya, bunun özü bir məsuliyyətdir. Ya, asan insan yoxdur. Əgər asan nəsə gözləyirsinizsə, vallahi asan insan yoxdur. Yemək yeməyin özü belə bir çətin proses. Niyə? Bəs onu almalısan axı. Müəllimə ən azından yemək yeyəndə xoşbəxt oluruq da, işləyəndə yox. Ay, sağ ol. İndi qulaq asın, onu düz deyirsiniz. Bilsən niyə elə olur? Çünki yemək yeyəndə, nətər deyim, heç sənə fikirləşmirsən. Yəni, həmin an ora köklənirsən. Düzdür. Amma yollarsa, bəs yaxşı, o yeməyi necə yersən? İndi da belə deyək, indi Allah valideynlərinizin canı sağ eləsin. Çoxumuzda tələbəsiz deyə 4-cü kurs. Onlar hardasa müəyyən bir köməklik göstərir. İndi düz, yəqin ki, aranızda işləyənlər də var.
İndi onlar üçün müəyyən çətinlik ola bilər. Amma o da müvəqqətidir inşallah. Mən inanıram ki, daha yaxşı olacaq. Aydın oldu. Yəni mən yenə deyirəm, müəyyən çətinlik hər zaman olacaq. Asan əsən yoxdur. Asan əsən yoxdur yollarsa. Amma biz o çətinliyin belə deyək ki, üstəsindən gəlməliyik. Aydın oldu. Biz bu üstəsindən gəlmək üçün müəyyən əziyyət lazımdır. Əziyyət mütləq olmalıdır. Bunu yadda saxlayın. Burada bəzi çətin məsələlər var. Valla onları görəndə bütün köhnə borclarım, kəsirlərim yadıma düşür. Yox, narahat olma. Onlar düzələcək hamısı. O köhnə borclar, kəsilər hamısı. Hələ say sisteminə bağlı yollarsa. Mən sizə deyim ki, burada olan suallar heç-nə 2-2-dir. Çünki elə suallar varsa, nə bilim, ya onları elə ki, inşallah ki, düz onlar çox da sizə düşmür. Düşən tiplərinə bəzilərini izah edəcəm inşallah. Hani bir də Sınavlarda. 81-dən 160-a işləyəcəyik biz. Hələ ki yox. Hələ ki yox, amma işləyəcəksiniz. Hələ ki yox, amma işləyəcəksiniz. Onlar düşür qəbula. Təbii ki. Təbii ki. İndi gəlin başlayaq. Düz yoldaşlar. Mən yenə bu gün hamısını çatdıra bilməyəcəyik. Mən onu bilirəm. Amma ən azı müəyyən nə qədər baxa bilsək baxaq. Gələn dəfəyə nəzəri mövzudan testimiz yoxdur. Elə bir ki, gələn dəfəyə testimiz yoxdur nəzəri mövzudan. Elə say sisteminin izahlarına baxacaq yenə. Və yenə dərs izah edəcəyik. Yaxşı. Yəni narahat olmayın da buna görə. İndi 161-dən 180-ə qədər kimin sualı varsa nömrələri qeyd eləsin. Amma 180-ə qədər. O tərəfi keçmin elə ki. Yəni indi ola bilər də kimdəsə çox sual ola bilər, ona görə deyirəm. Az olsa yenə deyəcəm, davam edərik. 180-ə qədər kimdə varsa yazsın. 161, 180 aralığı. Müəllim, orada hirslə bağlı məsələlər var idi. Məsələn, 160. Yox, yoldaşlar, mən demədim, onları biz keçməmişik axı. Yox, onu keçməmişik hələ. Şəxsi də atarsız baxaram, problem deyil. Əgər məsələləri həll eləmişsinizsə, indi hərdən elə tələbə olur ki, həll eləyir. Yəni ona görə. Əgər həll eləmişsinizsə, atarsız baxarım, problem deyil. Amma ümumən hələ ki keçməmişik o 81-160 aralığını. %80-ə qədər bir dənə 171 gördüm mən. Ümid edirəm ki, mən fikirləşdim ki, çox çətinlik çəkərsiniz. Ona görə dedim 180-ə qədər deyin. İndi əgər bir dənə budson da davam edib yazarsınız. Deməli, 16-dan 10-luğa. Ümumiyyətlə yoldaşlar, 10-luğa keçid qaydamız nə idi? Şimdi onları deyəcəyik. Müəllim, mən deyim, özüm indi baxdım. Görün düz deyirəmsə izah eləməyin, ardına ehtiyac yoxdur. F15A 10-dursa, 15 vurulsun 16 üstü, bir dəqiqə, 15 vurulsun 16 üstü 1, 10 vurulsun 16 üstü 0. Bəli, doğrudur. Yəni, təşəkkürlər. Elə bunu yazacağıq. Bu da elədi yoldaşlar, 240 üstünə gələm 16 üstü 0, 1-dir. Onu da 1-ə vuranda 10. 150. Cavab 250. Doğru cavab E variant. Aydın oldu. 160. Yazın yoldaşlar, yazın. 180'e kadar kimin ne sual varsa yazsın. 160. Bunu bildiniz yəqin ki. Onluğa çevirmə qaydamız budur. 0-1 nömrəli idik. Sonra başlayırıq qüvvət solu kimi həll eləmək. 167. Ha, burada 16'lıq deyir. Ha, buna çoxunuz fikir verməmişsiniz. Buna 49 kimi baxmışsınız. 16'lıqda biz buna 4-9 kimi baxacağıq. 16'dan 2'liyə keçid qaydamız nə idi? 8-4-2-1. 8-4-2-1. Bəli. 4'ün özü var yoldaşlar. 1'dir. Digərlərindən 0 yazıram. 0-0-0. 9 da 8 ilə 1-in cəmi idi. Bəli. 8 ilə Yəni 1-ə belə deyək də. Bəli. Yəni mən 9-u necə aldım? 8 ilə 1-in cəmindən. Deməli 8 ilə 1-in altına 1 yazıram. 4 ilə 2-in altına 0 yazıram da aşağısına. İndi bu olmalıdır cavab. Ya da qabaqda 0 nəzərə alınmaya da bilər. İndi görə hansı var? Bunlardan hansı var variantlarda? D variantı. 0 yazılmayan. Yani biraz da variantla işlemek lazım tabii ki. 0 nəzərə alınmaya da bilər, yoldaşlar. 170, 180'e kadar yok idi ki.
172. Yoldaşlar, niyə tək-tək qeyd edirsiniz? Bəlkə bunu sırayla yazasınız elə. Yəni hansı suallarınız varsa. Çünki siz onu yazın ki, mən ardıcıl baxım da bəzi. Aha. 9C. İkili də yenə eyni qaydadır. 9 nə deməkdir? 8-dən 1-in cəmi. Yəni 1, 1, ortaya 0 gəldi. Çünki 4-lə 2-dən istifadə eləmədim. C neçədir? 12. İndi 12 necə alıram? 8-lə 4-ün cəmi. 1, 1, 0, 0. Nəticə budur bax. 1, 1, 1, 0, 0. Belə bir cavab da harda var? B bənd. Nahid bəy, sizdə bir dənə də o da 266. Onu izah eləyəcəm. Onu bir neçə yolla izah eləməyə çalışacağım mən sizə. Bir dənə sual varsa, onda ona baxarıq da. Çünki ardıcılığı bir dənə pozmayaq. Sizdən. Məndə yoldaşlar, bir dənə sualı olanlar var ha. Bir dənə sualı olanlar. Bir dənə gözünüz zəhmət olması Çönə xanım. Bir dənə sualı olanlar, bir dənə və ya iki dənə. İstəyirsiniz mənə şəxsi yazın, mən sizə cavablandırım. Yəni burada bilirəm, bəzən çoxların ürəyi sıxılır ki, ay müəllim, biz bunlara niyə baxırıq? Yəni indi yoldaşlar, bu qrupdur deyə mən baxmalıyam, məcburam. Kiminsə sualları mən deyə bilmərəm ki, get bax, o elə alınmır. Amma kiminsə elə bir dənə, iki dənə sualı varsa, mən şəxsi yaza bilərəm. Əgər burada gözləmək istəmirsə. Yəni, o mənada demək istəyirəm. Aha, Canan xanım, siz nə deyirdiniz? Nəyə qeyd edirdiniz? 169-cu sualda onluq say sistemində 237 ədədi nədir? 16-lıq say sisteminin nəyə bərabərdir? Orada 237-ni 16-ya böləndə mən 14, 13 qalıq tapmışam. Aha. 13-ü mən D kimi götürmüşəm, yəni Y götürmüşəm, əslində cavab deyilmiş. Yox, orada hər ikisini hərfinə qeyd eləməlisiniz. Niyə? 16-nın say sistemində ümumiyyətlə 13, 14 anlayışı yoxdur. Axı, bildiniz nə demək istəyirəm? Başa düşdüm mən. Burada elə bir ki, belə olur da. 16, 7. Bu da düşür 4 dəfə. 64, 13. İndi 14-ü də hərfinə qeyd eləməlisiniz. 13-ü də. Çünki 16-da 14 anlayışı yoxdur. Axı, bildiniz nə demək istəyirəm? Anladım. Çox sağ olun. Buyurun, 182. 182-yə qədər yox. 172 dedik. Mən burada düzgün cavabı tapa bilmirəm. 38 Harda? tapıram, amma 182-də. Sağdan böldünüz, soldan. Sağdan 4-4 ayırmaq lazım idi bana. Aşağısı 0 gedir. 8, 2, 1 neçədir? 11. 11 nə deməkdir? B. Sonu B ilə bitir. Sonu B ilə bitən bir dənə variant var, o da adı. Heç qalanına ehtiyac yox çevirməyə. Fikir verdiniz. 16-lıqda yoldaşlar çevirirsinizsə, 16-lıqda 9-dan böyük rəqəmləri hərfinə qeyd eləməlisiniz. Aydın oldu. Oldu. Başa düşdünüz ya necə? Ve oldu, sağ olun. Başa düşdüm. 183. Ha, burada sıfırlar yazıla bilər yoldaşlar, yazılmaya da bilər. 3Y deməli 1, 2, 4, 8 3 nədir? 2 ilə 1. Yəni 0, 0, 1, 1. Y də 14-dür. 8, 4, 2 deməkdir. Bax, belə bir cavab alınır. İndi yoldaşlar 0, 0, 5 harada da hansı variantları görürsən bu? 5 dənə 1, bir dənə 0. C variantı uyğun gəlir. Əvvəllərinə 0 yazılmadı, elə bir. Bildiniz. 188. Kimdə sual var? Bax yoldaşlar, ikilikdə hər rəqəm 1 bit. 6 dənə də 6 bit. Yadda saxlayaq. Aydın oldu. Kitabda vardı əslində orada qaydada. İkilikdə hər rəqəm 1 bit. 8-likdə hər rəqəm 3 bitdir. 16-lıqda hər rəqəm 4 bitdir. 189-un əgər asan yolunu axtarırsınızsa, yoxdur asan yolu. Bunu bir variantına çevirmək lazım.
Yəni burada da səhv eləmirəmsə elə variantı ödəyir. Yoldaşlar 49'u Mənim orada cavab variantı da, amma mən internetdə baxdım. Onun daha asan usulu var idi. Ya da usul deyəndə yəni başqa cür izah eləmişdim 2'nin özüm. qüvvətləri ilə indi yazıram burada. Bəli, bəli, 2-nin qüvvəti ilə bir də dedi ki 49 daha doğrusu Tək 49 rəqəm olduğuna görə. Yo, dedi ki kompüterin yaddaşı nə qədər yer tutur? 2 üstü 6 qədər. 6 Sonra bit, dedi ki bəli. 6 dənədirsə əgər 3 dənə 0 varsa 3 dənə də 1 var. Ona görə bərabər olur. 3 dənə 0, 3 dənə 1 O olur. aynı buradan görmək olurdu onsuz. Mən bu yolla Eyni. yazıram. Bax 2 üstü 5, 2 üstü 4, 2 üstü 0. Mən yadınızdasa kesin bu yol demişdi yoldaşlar. Yəni 49'u 2'nin qüvvətlərinin cəmi şəklinə yazırıq. Olan qüvvətlərə 1, olmayanlara 0 yazırıq. Düzdür? 0, 1. Həm də burada bir dənə asan yolu budur ki, ən böyük qüvvəti həmişə bir dənə artıq götürürsən. Aydın olduğu həmişə keçərlidir. Burada neçə dənə qüvvət var? 2 üstü 5, 2 üstü 4, 2 üstü 3 dənə. 3 dənə qüvvət, 3 dənə 1 deməkdir elə. 3 dənə 1 varsa deməli 3 dənə 0 var. Eynən belə də olar yəni. Bəli. Elə yollarsa burada bunun asan yolu yoxdur əslində. Yəni nə mənada? Yəni variantları bir-bir çevirməlisiniz. Bəzən tələbə deyir ki, daha asan yolu tapaq ki, 0-1'lərin sayı bir-birinə bərabər. Onu müəyyən etmək olmur, çətin məsələdir. Onun üçün gəl ancaq çevirib baxarsınız. Bir də müəllim tək cüt məsələsi var idi. Onlar da sualların içində vardı. Mən onlara Sonu 0-la qutarsa cütdür, 1-lə Sonu qutarsa cütdürsə cütdür rəqəm, təkdirsə təkdir. Belə bir şey də vardı. Bəli, elədir. Kitabda baxmadım var yoxsa yox, amma belə internetdə gördüm deyə dedim yəni burada lazım. Yox, burada da var. Ha, yox, sualların içində var, конечно. Mən bir şey soruşa bilərəm. 203-də də eyni vəziyyət olacaq. 203. Ha, eyni şeydir. 64 nədir yoldaşlar? 2 üstü 6. Bir dənə 1, 6 dənə 0'dır. Bilirsiniz niyə 6 dənə 0'dır? Çünki 2 üstü 6 var, bu 1'dir. 2 üstü 5, 2 üstü 4. Bu 2 üstü 0'a qədər heç bir qüvvət yoxdur axı bəs. Olmayan qüvvətlər 0 olur. Bizə də nəsə elə 6 dəfə. 6 dənə 0, bir dənə 1 var. Müəllim, bəs niyə 6-nı 7 eləmədiniz? Dediniz ki, ən böyük hansıdır, sonu bir dənəsini eləyəcəyik. Yox, burada sual başqadır. Deyir sıfırların sayı, birlərin sayı neçə dəfə çoxdur. 6 dənə 0 var. Bir dənə 1 var. 6 1-dən neçə dəfə çoxdur? 6 dəfə. Mən 7 niyə götürüm ki? Hə, desək yaddaşda nə qədər yer tutur? Ona cavab 7 olacaq. 7 bit. Bəli, o doğrudur. O sualı desəydi amma yaddaşda nə qədər yer tutur? Onu desəydi, onu demir axı yoldaşlar. Bir də müəllim 202-ci sualda hansı ədəd daha böyükdür? Orada çevirmək yerinə qabaqda Etiraz yoxdur, bəli. Əvvəlində birlərin yoldaşlar sayı nə qədər bilirsiniz. çoxdursa başlanğıcda o daha böyük. Elədir. Biz kəsən bu say sistemi elə bir mövzudur ki. Bunu 3-4 dərsə keçirik biz normalda. İndi sizdə elədir ki, çatdırıb da bir dərsə demək olmur da çox şeyləri. Əvvəlində birlərin sayı hansından çoxdursa, o böyük, Y variantı. İlk üçlüyə görə baxıb tuta bilərsiniz. 1 0 1 1 1 0 1 1 0 nə bilim 1 1 1 0 1. Əvvəldə 3 dənə 1 var deyə ilk 3 rəqəmdən tutma olur. Hansı çoxsa Eynən. böyük. Eynən. 191. Bəli, cütü necə müəyyənləşdirə bilərik? Sonra 0-dan qutarsa cüt. Bəbənd. İndi ikiliyə görə, amma ümumiyyətlə də sonu cütlə qutarsa cütdür, tək-təkdir. Yəni bu qaydada. Bu istənilən say sistemində Riyaziyyatda belədir. olduğu kimi də yoldaşlar, riyazi olur. İstənilən say sistemində belədir. Məsələn, F ilə qutarırsa cütdürsə 15-dir, bəli, o təkdir, amma digərlərindən cütdür. Müəllim, elə sual ola bilər ki, onların hər hansı variantında 2 dənə əvvəlində 3 dənə 1-1 olsun. Onda artıq müqayisə edib digər birləri sıfırlara baxacaqsınız. Yəni 4-cü rəqəmlərə, 5-ci rəqəmlərə hər tərəfli baxacaqsınız. Aydın oldu. Bildiniz. Eyni rəqəm sayı eyni olanda yoldaşlar, növbəti rəqəmlərə baxmaq lazımdır artıq. 4-cü, 5-ci, 6-cı və s. Sonra 191, 200'ə qədər varmı? Orada qədər olanlar. 197 var. Aha. 197. Burada qeyd olunmamış, ona görə soruşdum. 8 idi, hər bir rəqəm 3 bit. Nə də yoldaşlar, onun açıqlaması mən sizə keçən əvvəl vermişdim. Nəyə əsasən? 8 olacaq 2 üstü 3 bit. Bu açıqlama bu deyil əslində. Açıqlama buydu ki,
8-likdə hər bir rəqəm 2-likdə 3 dənə rəqəmə bərabərdir. Biz 2-liyə görə bitlərlə baxırıq da. Aydın oldu. 8-likdə hər bir rəqəm 2-likdə 3 dənə rəqəm deməkdir. O da 3 bit. Əslində açıqlaması o da əsas. 3 bit. Müəllim bir də 199 var. Dolayısıyla belə suallarda biz sizin eləyəcəyiz. Onluğa çevirməli eləyə bilərsiniz ancaq. Bunda onluğa çevirəcəyiz. Elə bu birisindən. 0, 1, 2, 3, 4, 5. Aşağısı sıfır olanlar gedir. Qaldı 2 üssü 5. Bir sizdə birlər yazılmayacaqlar. Yəni, o önəmi yoxdur onsuz. Yəni, önəmsal olaraq 1 vur 2 üstü 5 yazanı yollarsa. 2 üstü 5 deyil o, 1 yazmıram da. Onu demək istəyirəm sizə. 32, 4, 2, 1. Neçə elədi görəsən? 37, 39. Müəllim, mən də belə hesablamışam. Bu İkincisini də birisi belə sıfırdır. eyni Burada vəziyyətdə. 2 üstü 5, 2 üstü 4, 2 üstü 0. Bu da elədi 49. İndi 39 nəfər oğlandır yoldaşlar. 49 nəfər də qızdır. Fərq onda belədir. Fərqin sizə deyil, nə qədər çoxdur. Aydın oldu. Bildim mən. 200 100-ə məndə qədər. var. 200-ün özü də var yəqin ki. Yoldaşlar 200-dən sonra hələ ki yazmayın. Yazmayın qalsın. Deməli, A, B, C-dir. Bu A-dır, bu B-dir, bu C-dir, bu da D-dir. Niyə? Çünki uyğun olaraq kodlaşdırma bu deməkdir. Uyğun olaraq kodlaşdırma demək ki, yəni ardıcıl gedir. Birinci A-nın, ikinci B-nin, o birisi C-nin, o birisi D-nin kodudur. İndi bizə deyək ki, B, A, C-dir. B-nin kodu nədir? 0, 1. A-nın kodu 0, 0. C-nin kodu 1, 0. D-nin kodu 1, 1. Bu ikilikdədir. Bizə deyir bunu 16 sayı sistemini ifadə edir. İkilikdən 16-lara keçmək üçün yoldaşlar 4, 4 ayırıram. 1, 2, 4, 8. 1, 2, 4, 8. Aşağısı 0 gedir, qalır 8, 2, 1. Neçə edir? 11. 11 nədir? B. Burada da sıfırlar gedir, bir dənə qaldı 4. Cavab 4B. Doğru cavab Y variantı. Bu belə. Yaxşı.